Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin ve ali Muhammed. En çok soruşulan mövzulardan biri de bundan ibarətdir. Nə üçün işlərimiz düz gətirmir? Həyatda olan problemlər, çətinliklər nə üçün bizim başımıza gəlir? Və bunlardan çıxış yolu nədir? Və bəzən də insanlar işləri düz gətirməyəndə tez qaçırlar mollanın yanına dua yazdırmağa və yaxud da başqa işlərin dalınca gedir ki, və bunlardan da sui-istifadə olunur. İşlərimizin düz gətirilməməsinin səbəbi müxtəlif ola bilər. 1. Ona görə işlərimiz düz gətirmir ki, işin düz yolunu biz bilmirik. Bəli, məqsədə çatmaqdan ötürü doğru yolla getmirik. Doğru yolla getmək lazımdır ki, hədəfimizə çataq. Məsələn, tənbəllik, süslük, tənbəlsən ona görə alınmır. Həyatda çox şeylər tənbəlliyin ucbatından insan onlara yetişə bilmir. 2. Bəzən də dindar olaraq saxta Allaha təvəkkül deməklə insan özünü qane edir. Xeyr, təkcə Allaha təvəkkül etmək kifayət etmir. Gərək durub hərəkət edəsən. Qur'an-ı Kərimə, Peyğəmbər və Əhl-i Beyti Allahın salamı olsun, onların buyurduğuna əsasən biz həm hərəkət etməli, həm də Allaha təvəkkül etməliyik. Bəzən də 3. Bizim gördüyümüz işlərdə elə bir işlər olur ki, biz dua etməyə kifayətlənirik. Xeyr, dua etməyə kifayətlənmək lazım deyil. Həm də işin dalıca getmək lazımdır. Baxın, Allah Teala bizə dua etməklə yanaşı, Qur'an-ı Kərimdə əməl etməkdən danışır. Zəhmətdən, çalışmaqdan danışır. Ona görə bizim hədislərimiz bizə deyirlər ki, bir adam əgər evdə oturub ruzi duası etsə, onun ruzisi artmayacaq. Bir adam şəfa tapmaq istəyirsə, həkimin yanına getməlidir. Dərman içməlidir. Bir adam elmi nailiyyətlər əldə etmək istəyirsə, dərs oxumalıdır. Dərs oxuma, ruzi dalıca getmə, həkimin yanına getmə, dərman istifadə etmə, denən dua edirəm, işim düzələcək. Bax, işin yolunu bilməmək. Hədəfə, məqsədə çatmaq üçün İslamın, dinin, Allahın qoyduğu düzgün yoluna getmək lazımdır. Onda hədəfimizə çatarıq. 2. Bəzən ona görə bizim işlərimiz düz gətirmir ki, bizim günahlarımız, etdiyimiz əməllər bizə o zərbəni vurur. Bəli, başımıza gələn çox problemlər, çətinliklər, bəlalar etdiyimiz əməllərin ucbatındandır. Bu kimin sözüdür? Bu Allahın sözüdür. Allah Teala Qur'an-ı Kərimdə Şura surəsinin 30-cu ayəsində belə buyurur. Başınıza gələn müsibətlərin, etdiyiniz əməllərin ucbatındandır. Bima kəsəbət əydikum. Öz əllərinizlə qazandığınız günahların ucbatından bu işlər sizin başınıza gəlir. O cümlədən də ağamız Həzrəti Əli əleyhissalam Kumel duasında gözəl bir dua edir. İlahi pərverdigara, bəla nazil eləyən günahları əff elə. Bəli, abırımızı aparan, ismət pərdələrini yırtan günahlara əff elə. Digər dualarda ruzumu kəsən, duamın qəbul olunmağın qarşısını alan günahları əff elə. Günah edirsən, duan qəbul olunmur. Günah edirsən, ruzun kəsilir, bərəkət aradan gedir. Günahlar həyatda bumerang kimi üzümüzə qayıdır bizim həyatımıza, övladımıza, malımıza, canımıza təsir göstərir. Bu xəstəlik hardan gəldi? Bu bəlalar məndən niyə götürülmür? Çünki günah eləyirsən. Bax, bu günahlar insana təsir qoyur. Xüsusən haqqunnas, cəmaatın haqqı. Kiminsə qəlbini sındırmısan, kimisə incitmisən, haqqına girmisən, ona görə Allah Teala sənin öz başına bir problem açıb. Elə bildin ki, sözü dedin, rahat oldun. Elə bildin ki, onu hansısa bir zərbəni vurandan sonra işin rahat olacaq. Xeyr, bəzən bumerang kimi bizim öz üstümüzə qayıdır. Öz etdiklərimiz öz başımıza gəlir. 3. Mümkündür bizim çətinliklərimiz, bəzi problemlərimizin həll olmamağı qəza-və qədərdən olsun. Bəli, təqdir olsun. Yəni, mən çalışıram, iş görürəm, zəhmət çəkirəm. Amma niyə alınmır? Çünki Allah məsləhət bilmir. Bəli, Qur'an-ı Kərimə əsasən bəzən valideynin istəmədiyi Allahın istəyi ilə, Qur'an-ı Kərimə əsasən bəzən insanın istəyi Allahın istəyi ilə üst-üstə düşməyə bilər. Məsələn, çox ruzi. İnsanlar çalışır, çox ruzi əldə etsin. Allah Teala Şura surəsinin 27-ci ayəsində buyurur ki, əgər biz bəndələrimizə bəzilərinə ruzi qapısını açsaq, onlar yer üzərində fəsad törədərlər. Necə ki, görürük, bəziləri varlanandan sonra həddini elə aşır ki, olmayan, ağlımıza sığmayan günahları belə edirlər. Oğlan uşağı istəyən ata, qız uşağına qanı olmayanlar sonradan qocalanda oğlan uşağı onları atır, qız uşağı onlara baxır, bəzən də oğlan uşağı atasını qozlar evinə apar batır. Bu nəyin? Deməli, oğlan uşağı heç də məsləhətinizə deyildi. Amma belə valideynlər var ki, yalvarır ki, oğlan uşağım olsun. 4. Ola bilər başımıza gələn bəzi problemlər, bəlalar, işlərimizin düz gətirməməyi, bir daha deyirəm, ola bilər sehir, cadu
düşmən əli, gizli bir əl, şeytani işlər, çirkin əməllər, bax bunlarla qara işlərlə bizim işlərimizdə dəxalat olsun. Əlbəttə bunun yolları var. Dəqiq bilmək lazımdır ki, doğrudan da mənim işimin düz gətirməməyin səbəbi sehr cadu ola bilər. Ola bilər, olmasın. Tez sehr cadunun üstünə qaçmaq, tez mollaya qaçmaq, dua yazdırmaq, işimin gətirməməsinin səbəbi sehr, cadu, cinlər, bədnəzər, bu işlər bəzən də heç doğru çıxmır. Ona görə də işlərimiz düz gətirmədikdə bu deyilənləri nəzərə almaq lazımdır. Qısa deyirəm. 1. Bəzən işlərimiz düz gətirmir. Ona görə ki, işin doğru yolun biz gedəcəyimiz yolu düzgün seçə bilmirik. 2. Bəzən işlərimiz düz gətirmir. Çünki ona görə ki, öz etdiyimiz əməllər bizim öz başımıza gəlir. Səbəbi özümüzü, onları düzələcək. 3. Bəzən ona görə olur ki, Allah məsləhət bilmir. Bununla razılaşmaq lazımdır. Sənə varlanmaq məsləhət deyil. 4. Bəzən də dediyimiz kimi sehr cadu ola bilər. Amma sonda Peyğəmbər və onun pak əhl-i beytindən Allahın salamı olsun onlara. O cümlədən də alimlərimizin çətinlikləri, bəlaları aradan aparmaqdan ötürü, dəf etməkdən ötürü qısa və yüngül verdiyi asan olan məsləhətlərini sizin diqqətinizə çatdırıram. Birinci istiğfardır. Allahdan tövbə edib günahlara görə bağışlanmaq diləmək. Bu çətinliklərin açarıdır, hətta demək olar. İmamlarımızdan bir nəfər soruşanda övladım olmur, imam ona deyir, get Allahdan istiğfar istə, bağışlanmaq istə. O biri soruşur ki, istəyirəm var dövlətim olsun. İmam eyni cavabı ona verir. O biri deyir ki, bizim yerdə quraqlıqdır, yağış istəyir. İmam ona da deyir ki, get Allahdan istiğfar dilə. Orada bir nəfər imamdan soruşur ki, imam, 3 nəfər ayrı-ayrı istəkləri oldu. Biri övlad istəyir, biri var dövlət istəyir, biri də yağış istəyir. Üçünə də eyni cavab verirsən. İmam Qur'an-ı Kərimin Nuh surəsində Nuh peyğəmbərin dediyi ayəni oxudu. Nuh peyğəmbər öz qövmünə dedi: Allahdan istiğfar diləyin, bağışlanmaq istəyin, günahlarınıza görə tövbə edin. Allah sizə çoxlu var dövlət versin, övlad versin, sizə rəhmət yağışın göndərsin. 2. Sədaqə vermək. Tez-tez sədaqə vermək problemlərin açarıdır. Bəlaları, çətinlikləri insandan uzaqlaşdırır. 3. Boynumuzda olan haqları qaytarmaq. Əgər bilirsənsə kiminsə haqqı varsa, ola da bilər. Kiminsə haqqına girmisənsə, qəlbini sındırmısansa, get ondan halallıq al. Bəlkə də işlərinin düzəlməsinin, həll olmasının açarı ondan ibarətdir. Dəfələrlə olub, belə bir hadisədən sonra o insanın müşkülü, problemləri həll olub. O adamdan halallıq alandan sonra məsələlər həll olub. Xəstəsi şəfa tapıb, yaxud da. 4. Kisa hədisini oxumaq. Məfatül Cinan kitabında gəlmişdir. Sosial şəbəkədə baxa bilərsiniz. Dualardan biri də Peyğəmbərin pak əhl-i beyti haqqında olan hədis-i kisa adlanan bir duadır. Onun oxunma qaydası, salavatı və müəyyən ehsan süfrəsi də var ki, geniş onun haqqında ayrıca danışmaq olar. Bilənlərdən soruşun, hədis-i kisa oxuyun, xüsusən evinizdə, ailənizdə o sizdən bəlaların dəf olunmasına, uzaqlaşmasına kömək edəcək. Son, qurban kəsmək. Alimlərin vurduğuna əsasən problemlərin açarı, problemlərin insanla uzaqlaşmasının bir yolu da qurban kəsməkdir. Bu niyyətə qurban kəsin. İnşallah ümid var ki, Allah Taala bu deyilənlərə əməl etməklə Allah Taala çətinliklərimizi həll etsin, bəlaları bizdən uzaqlaşdırsın.